Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bizdən tez-tez soruşurlar ki, biz imtahanlara necə hazırlaşaq? Hansı yollarla, hansı üsullarla hazırlaşaq ki, biz imtahanda yüksək nəticə göstərək və uğur qazanaq? Mən bu sualları verənlərə sadəcə və sadəcə 4 üsul, 4 strategiya tövsiyə edirəm. Və həmin üsulu, həmin yolu seçənlər əlbəttə ki, imtahanda uğur qazanırlar. Bu bir mənalı olaraq belədir. Mən bunu lövhədə qeyd eləmişəm sizin üçün. Bu, bütün növ imtahanlara hazırlaşan hər kəsə faydalı ola biləcək bir üsuldur. Adını da qoymuşam 4 strategiya üsulu. Bu, özlüyündə 4 maddəni əhatə edir. Bunlar hansılardır? Birincisi düzgün yuxu rejimi. İkincisi düzgün qidalanma. Üçüncüsü düzgün proqram tərtibatı. Dördüncüsü düzgün metod. Başqa heç nəyə ehtiyac yoxdur. Bunların bir-birinin şərhini verəcəm ki, biz burada nə demək istəyirik, nəyə çalışırıq, fərqi yoxdur. Hər birini izah edəcəyik, aydın şəkildə sizə tam olaraq çatdırılacaq. Və bir şey bilmənizi istəyirəm ki, bu üsul hər kəs üçün hər bir imtahanda keçərlidir. İstər siz şagird olun, abituriyent olun, tələbə olun, müəllim olun, fərqi yoxdur. Hansı sahədə çalışırsınız, hansı sahədə çalışmaq istəyirsiniz, oraya verəcəyiniz imtahanda bu üsullar keçərli və uğurludur. Mən düzgün yuxu rejimini birinci sırada tuturam. Yuxu ən vacib bir formadır, bir quruluşdur, bir sistemdir, bir rejimdir. Biz ona tam şəkildə əməl eləməliyik ki, bizim beynimiz istirahət eləsin. Növbəti bir prosesə tam hazır olsun. Və start vəziyyətində həmişə oyaq vəziyyətdə olsun ki, yarana biləcək problemlərdə biz məntiqi düşünə bilək, məntiqi cavablar axtara bilək və hər bir situasiyadan uğurlu nəticə çıxara bilək. Məsələn, mənim yuxu rejimim pozulsa, mən düzgün fikirləşə bilmərəm nəyəsə düzgün qərar verə bilmərəm. Əlbəttə ki, bu çox gözəl olar ki, biz normal yuxu qəbul eləyək hansı saatlarda. Bunu dünya alimləri də, tədqiqatçılar da qeyd edir ki, saat 10-dan sonra mütləq yatmaq lazımdır. Maksimum 11-in yarısı yatmaq lazımdır axşam saatlarında və səhər də 7-nin yarısı, maksimum 7-yə kimi oyanmaq lazımdır, günə başlamaq lazımdır. Və normal yuxu saatımızda da biz 7 saat, 6 saat yarım, 8 saat arasında dəyişməlidir. 6-8 arası kifayətdir yatmaq. 3, 4, 5 bu azdır. Yəni, imtahana hazırlaşırsansa, sənin beynin tam dincəlməli, tam istirahat eləməlisən. Bu əsas şərtdir. Növbəti, sən qidalanmana, düzgün qidalanmana fikir verməlisən. Elə nə gəldi, yeməli deyilsən. Müxtəlif ayaqüstü yeməklər, fast food deyirlər, ondan qaçmalısan. Daha çox təbii yeməklərə, təbii qidalara üstünlük verməlisən ki, sən imtahanda da uğur qazanasın. Çünki bizim yediklərimiz qana sorulur və o da hər şey deməkdir, yəni həyat deməkdir. Qida həyat mənbəyidir. Ora su da daxildir, içki də daxildir. Və şiddətlə deyirəm ki, imtahana hazırlaşın. Ümumiyyətlə, heç kəs, spirtli içki olmaz heç bir halda. Bu qəbul olunmazdır. İstərsən imtahana hazırlaş, istər hazırlaşma. Ümumiyyətlə, insan sağlamlığı üçün risklidir, təhlükəlidir. Həm də dini baxımdan da günah əməllərdən biridir. Bu olmaz. Həmçinin siqaret də bura daxildir. Çəkməsək daha yaxşı olar. Bizim sağlığımız üçün onunla maksimum şəkildə uzaq durmalıyıq. Bu da bizim beynimizə, beyindəki hüceyrələrin ölümünə səbəb olur. Onun üçün uzaq olmaq lazımdır. Növbəti bir məsələ düzgün proqram tərtibatıdır. Bu nə deməkdir? Yəni, deyək ki, mən 3 fən, 5 fən üzrə imtahan verəcəmsə, mən həmin fənlər
Üzrə proqram olmalıdır. Həftəmiz 7 gündən ibarətdir və 7 günün 7-sində mən eyni fənn üzrə hazırlaşmalı deyiləm də. Deyək ki, mən bir abituriyentəm, 3-cü qrupa hazırlaşıram, buraxılış imtahanına və ya blok imtahanına və fərqi yoxdur, bir müəlliməm, işə qəbul imtahanına hazırlaşıram, həkiməm, sertifikasiya hazırlaşıram. Fərqi yoxdur, mən hansı fəndən imtahan verəcəmsə, hər bir fənnə eyni dərəcədə hakim olmalıyam, doğma yanaşmalıyam. Hansına ögey münasibət göstərsəm o fənnin, o da öz ögeyliyini mənə imtahanda göstərəcək. Bu, hər zaman, hər yerdə bu belədir. Deyək ki, mən 3-cü qrup blok imtahanına hazırlaşıram, məni qarşıda gözləyir tarix, Azərbaycan dili, ədəbiyyat fənləri üzrə imtahan. Mən bunlar hər üçünə eyni şəkildə yanaşmalıyam. Mənim nə çətinliyim varsa, bilməliyəm ki, mənim tarixdən hansı çətinliyim var, ədəbiyyatdan, Azərbaycan dilindən və ya riyaziyyatdan, fizikadan, kimyadan, indi kim hansı qrupa, hansı fənn üzrə hazırlaşırsa, ona görə dəyişir. Amma tərtibat eynidir. Hər birinə eyni qayğı ilə yanaşırıq, eyni sevgi ilə yanaşırıq. Bu mühüm şərtdir. Və sənin mütləq şəkildə cədvəlin olmalıdır. Dərs cədvəlin. Necə ki, şagird vaxtı bizim gündəlikdə cədvəl öz əksini tapır. Bilir ki, birinci gün hansı dərslərdir, ikinci, üçüncü, 5 bu şəkildə. Həmçinin sənin də bir həyatda bütün görəcəyin işlərdə sənin bir cədvəlin olmalıdır ki, mən bugün hansı işləri görəcəm, hansı işləri görməliyəm, hansı dərsləri oxumalıyam. Və günün sonunda da özünə sual verməlisən ki, mən bugün nə öyrəndim, kimə nə öyrətdim. Bu mühüm şərtdir. Keçək düzgün metod nədir, onu deməyə. İmtahan üçün düzgün metodudur ki, öyrədərək öyrənmək. Mən bir şeyi öyrənmək istəyirəmsə, onu həmçində öyrətməliyəm. Müzakirə eləməliyəm. Mən bir şagirdəmsə, imtahan verəcəmsə, mütləq mənim qrupumda hazırlaşan bir başqa abituriyent var. Onunla sualları müzakirə eləməliyəm. Bir müəlliməmsə, müəllim yoldaşı ilə müzakirə eləməliyəm o sualları ki, müzakirə öyrənməyin ən gözəl yoludur. Sorğu-sual, hər biri, sual-cavab, hər biri mütləq şəkildə bu metodlardan, bu yollardan istifadə etməliyik. Və biz daha çox nəyə diqqət etməliyik? Məsələn, imtahana qısa müddət qalıbsa, da biz hər şeyə sıfırdan başlaya bilmərik də. Onsuz yaxşı ya da pis bir qədər oxumuşuq, nəyisə məlumatımız var. Bir siyahı tərtib eləməliyik, bir kağıza yazmalıyıq, tutaq ki, mən Azərbaycan dilindən, ədəbiyyatdan sertifikasiya, işə qəbul imtahanına hazırlaşıram. Özünə sual verirsən ki, mən Azərbaycan dilindən daha çox hansı mövzularda çətinlik çəkirəm, hansı mövzulardan mənə suallar düşsə yaza bilmərəm və ya yazmaqda çətinlik çəkərəm. Onları yazırsan, bir kağıza tökürsən, yazırsan hamısını bir-bir, sonra oxuyursan. Bilirsən də sənin çətinliklərin nədir. Yazaraq çətinlik aradan qaldırmaq mümkündür. Bildiyin də çətinliyin hansı mövzuda, isimdədir, sifətdədir, saydadır, Nizami Gəncəvidədir, Şah İsmayıl Xətaidədir və s. Hər hansı bir mövzudadır, İskəndərnamədədir, nə bilim, ağ qoyunlardadır, qara qoyunlardadır, tarixdən, yəni kimyadan, fizikadan, istənilən bir fəndə ola bilər, fərqi yoxdur. Həmçinin dövlət qulluğuna hazırlaşırsan, deyək ki, orada qanunvericilikdəndir, informatikadandır, məntiqdəndir, fərqi yoxdur. Doktoranturaya hazırlaşırsan, ingilis dilindən, listeningdədir, readingdədir, hansındadır, onu da artıq sən özün bilirsən. Yəni, insan öz çətinlik çəkdiyi yeri, məqamı özü daha yaxşı bilir. Bunda ən yaxşı metod nədir? Bunları yazmaq. Yazırsan, tökürsən ki, bilirsən, mən nədə çətinlik çəkirəm və bunları mən necə aradan qaldıra bilərəm. Bu sualı özünə verməlisən. Retorik sual olacaq, cavabın içində biləcəksən nədən, amma verməyəcəksən. Və sonda artıq bu retorik sualı həqiqi bir suala çevirəcəksən. Mən bunu edərək bu yolla bu problemi aradan qaldıra bilərəm. Məsələn, bir həftə sonra təkrar o suallara baxırsan. Mən bir həftə öncə bu suallara cavab verməkdə çətinlik çəkirdim. Mənim çətinlik çəkdiyim mövzular bunlar idi. Amma görürsən ki, bir həftə sonra bu problemi aradan qaldırmırsan. Getdikcə azaldırsan, istər imtahana 10 gün qalsın, istər 20, 30, isə bir şey deyim ki, mən vaxtın çoxluğu elə də əhəmiyyət daşımır. Mühüm deyil. Əsas səmərəli fəaliyyətdir. Səmərəli fəaliyyətdə bu 4 üsuldan, 4 strategiyadan keçir. Bunu tətbiq eləyin.
mən sizə əminliklə deyirəm ki, uğur qazanacaqsınız. Mən yəni öz təcrübəmdən deyirəm. Dünya təcrübəsindən deyirəm. Yəni sınaqdan çıxmış bir üsul olaraq deyirəm ki, şagirdsansə tətbiq elə. Abituriyentsən, müəllimsən, tələbəsən, həkimsən, polissən, fərqi yoxdur. Hansı sahədəsən, səni qarşıda imtahan gözləyirsə, mütləq şəkildə bu üsullardan istifadə eləməlisən. Bu şəkildə. Əlavə olaraq onu qeyd edeyim ki, biz özümüz müəllimik, təlimçiyik. Həm abituriyentlər üçün, müəllimlər üçün dərslər, məşğələlər təşkil edirik. Bizim dərslərimizdən də faydalana bilərsiniz, yararlana bilərsiniz. Sosial şəbəkələrdə bizə yaza bilərsiniz. Hər hansı bir sualınız olarsa, biz sizə hər bir sualda hər cür dəstək olmağa həmişə hazırıq. Nömrəni də qeyd eləmişik ki, bizlə əlaqə saxlaya bilərsiniz. Sözünüz, sualınız olar, müraciət edə bilərsiniz. 050 962 04 46 əlaqə vasitəmizdir. Instagram, Facebook, LinkedIn, WhatsApp, Telegram bu vasitələrlə bizlə əlaqə saxlaya bilərsiniz həmçinin. Mən özümə borc bildim ki, bu strategiyamı sizə təlqin edeyim, öyrədim. Mən burada hər birinin deyək ki, mövzu vermişəm, onun alt başlıqlarını vermişəm. İzahını da sizə şifahi şəkildə izah elədim, göstərdim. Necə olmalıdır? Hər biri düzgün olmalıdır. Baxın, görürsünüz ki, hər birinin mən qarşısında nə yazmışam? Düzgün. Düzgün. Yəni hər şeyi düzgün etməklə biz uğur qazana bilərik. Və görürsünüz ki, hər birində söz birləşməsi şəklində ifadə eləmişəm. Cümlə şəklində yox. Qoy fikrimiz bitməsin. Bir açıq məqam saxlayaq ki, həm də buna sizin də əlavələriniz ola bilər. Onu da aşağıda rəy bölümündə şərhlərdə qeyd edə bilərsiniz. Bəlkə kiminsə sınavdan çıxmış maraqlı bir üsulu var, qeyd edə bilər. Amma kim nə qeyd edəcəksə də fərqi yoxdur. Hər birində bunlar özünü göstərir. Yəni düzgün yuxu rejimi. Kim bunu inkar edə bilər ki, yəni düzgün yuxu rejimi olmadan mən yəni saatlarla oxuyum, çalışım. Düzdür, bu gün bizim üzərimizə çox yük düşür. O qədər işlər olur ki, çatdıra bilmirik bəzən. Amma biz mühüm şərtdir ki, düzgün yuxu rejimimizə əməl eləyək. Bu vacibdir. Sonra qidalanmadır. Qidalanmaya kim deyə bilər ki, mən düzgün qidalanmasam uğur qazana bilərəm. Mümkün deyil. Yəni, elə şeylər biz nəzərdə tuturuq ki, bunlar olmazsa olmazdır. Yəni, bunları da unutmayaq. Sonra kim deyə bilər ki, mən düzgün proqram tərtibatım olmasa uğur qazana bilərəm. Yəni, bilirsiniz, dağınıq bilik nəyə bənzəyir? Hər şeyin dağınıq olması, elə ki, bir ambarda, hər hansı bir əşya ambarı, geyim ambarı, ərzaq ambarı. Yəni, gelirsən, sən orada konkret nəyisə tapa bilmirsən. Düzgün proqram tərtibatı olmuşsundur ki, sən biləsən ki, nə hardadır, nə zamandır. Bu suallara cavabı artıq sən biləsən. Hər zaman əlinin altında olur ki, mən bugün birinci gün bu fənlər üzrə hazırlaşmalıyam, ikinci gün bu fənn üzrə. Bu testləri eləməliyəm, bu çalışmaları, bu mətnləri və s. Sonra düzgün metod. Kim deyə bilər ki, düzgün metod olmadan uğur qazana bilərəm? Və bunların sonunda nə formalaşır? Uğurlu nəticə. Uğurlu nəticə üçün bu strategiyaya əməl edək, uğur qazanaq. Sizə də hər birinizə təşəkkür edirəm ki, dəyərli vaxtınızı ayırıb izlədiniz. Əgər video sizin üçün faydalı oldusa, paylaşaraq, rəy yazaraq bizə dəstək ola bilərsiniz. Unutmayın ki, bizə motivasiya verən də sizin izləməyiniz, bəyənməyiniz, həmçinin rəy yazıb paylaşmağınızdır. Belə, diqqətinizə görə təşəkkür edirəm.